Əgər sizin məqsədiniz pul deyilsə, onda mənim kursuma gəlin. Mən yalnız pul qazanmaq istəyən, evdən kasıbçılıqdan çıxmaq istəyən tələbələrə dərs keçirəm. Keçdiyim dərslərin də nəticəsində sizə növbəti kadrda göstərəcəm. Onu demək istəyirəm ki, həqiqətən də mən 13 ildir, 14 ildir şirniyyat sahəsində işləyirəm və maaşa işləyirəm. Amma bu son vaxtlar ki, mən evdə öz sifarişlərimi götürürəm, işdən ki çıxmışam, bu qazandığım pul mənə daha yaxşı özümü hiss elətdirir ki, yəni qazancım işlədiyimdən daha çoxdur. Bu 3-4 gün ərzində, məsələn, ay ərzində qazandığım maaşı mən 3-4 gün ərzində qazanıram və bu insan öz ayağının üstündə durmağı daha başqa olur, daha özgüvənli olur, daha çox belə nə deyim, stimul verir insana. Həqiqətən də mən 13 il işləsəm də, amma səhv yolla getmişəm. Sizə təşəkkür edirəm. Valla bugün də sizə dua eləmişəm ki, Allah sizin köməyiniz olsun. Nə qədər bizə orada yollar öyrətdiniz, biliklər öyrətdiniz tor sahəsində. Çox sağ olun, var olun. Sizin sahənizdə bugün biz də pul qazanırıq evdə. Mən də işdən çıxmışam, evdə ancaq sifarişlər eləyirəm və ancaq razılıq gəlir də müştərilərdən. Əgər siz də kasıbçılıqdan və asılılıqdan bezmisinizsə və bundan çıxmaq istəyirsinizsə, bunun üçün nə etmək lazımdırsa videonun altında qeyd edilmişəm.